Yoldaşlar, bu günlər sizinlə iş vaxtını keçəcəyik. Bir qədər diqqətli olmalısınız bu mövzuda. Çox adamın, yəni necə deyim sizə, çaşdığı, imtahan zamanı səhv etdiyi hissədir. Bir qayda olaraq iş vaxtı 3 formadadır. Yəni iş vaxtı neçə formadadır? Soruşsalar 3 formadadır. Tam iş vaxtı, qısaldılmış iş vaxtı, bir də natamam iş vaxtı. Tam iş vaxtı həftəlik olaraq 40 saatdan artıq ola bilməz. Aydındır, maksimum 40 saatdır. Yəni bu 5 günlük müəssisəyə də aiddir, 6 günlük müəssisəyə də aiddir. 40 saatdan artıq ola bilməz. Müəssisədən müəssisəyə dəyişə bilər. 5 günlük müəssisələrdə 8 saat iş vaxtıdır, 6 günlük müəssisədə 7 saatdan artıq ola bilməz. Eyni zamanda nahar fasiləsi iş vaxtına aid edilmir. İndi gələcək maddələri keçəndə 103-cü maddədə biz görəcəyik bunu. 4-cü bəndində də yazılıb bu. Yəni işçi öz mülahizəsinə uyğun olaraq, yəni sərbəst formada nahar fasiləsindən istifadə edə bilər. Aydın, yəni istəsə adi formada deyək də, istəsə bunu nahar fasiləsindən iş yerində də eləyə bilər, istəsə də qıraq digər yerlərdə də həyata keçirə bilər. Yəni tam iş vaxtı budur. Qısaldılmış iş vaxtı nədir? Qısaldılmış iş vaxtı bir qayda olaraq müəyyən kateqoriyalara aid olan işçilərə şamil edilir. Məsələn, hansı işçilərdə onların yaşıdır, əmək şəraitidir, səhhətidir, əmək funksiyasının xüsusiyyətləri, eyni zamanda digər hallar nəzərə alınmaqla qısaldılmış iş vaxtı tətbiq edilə bilər. Məsələn, biz bilirik ki, Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq 15 yaşını tamam etmiş hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Düzdürmü? Yaxşı, 15 yaşdan 16 yaşa qədər olan işçilər də mi həftəlik 40 saat işləməlidir? Qətiyyən belə deyil. Onlar həftəlik 24 saatdan artıq işləyə bilməz. 16 yaşdan 18 yaşa qədər, eyni zamanda orqanizm funksiyasının 61-100% aralığında pozulan işçilər var ki, yəni əlilliyi köhnə meyarlarla desək, ikinci və birinci qrup əlillər. Onlar 40 saat yox, 36 saat işləyirlər. Eyni zamanda 36 saat kimlər işləyə bilər? Hamilə və yaş yarımədək uşağı olan qadınlar, 3 yaşındakı uşağını tək başına böyüdən valideynlər, yəni burada kişi qadın fərqi qoymayıb. Yəni bu kişiyə də aiddir, qadına da aiddir. Yəni aydındır, yəni valideyn yazır. Bunlar 36 saatdan artıq işləyə bilməz. Təkcə bununla yekunlaşırmı? Xeyr. Eyni zamanda əmək şəraiti fiziki, kimyəvi, bioloji, eyni zamanda insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə vəzifələrdə çalışan işçilər də həftəlik 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Bundan əlavə də yüksək həssaslıq, həyəcan, fiziki, daha sonra əsəb gərginliyi yaradan, ümumiyyətlə insan səhhətinə mənfi təsir göstərən işlərin xarakteristikası var ki, bunlar da bu vəzifələrdə də, bu işlərdə çalışan işçilər də həftəlik 36 saatdan çox işləyəməz. Misal üçün həkimlərdir, müəllimlərdir, elektrotexniki qurğularda çalışan işçilərdir. Məsələn, bir misal deyim mən sizə, çox rastımıza gəlir, vətəndaşdır, xəstəxanaya gedir, növbətçi həkimdən başqa saat 4-də deyək ki, 16:00-da növbətçi həkimdən başqa digər həkim tapa bilməməsi ilə bağlı şikayət edir. Bunun səbəbi ondan ibarətdir ki, həkimlərimiz bizim qısaldılmış iş vaxtında çalışır. Eyni zamanda bu qısaldılma iş vaxtı müəllimlərə də tətbiq edilir. Aydındır nə demək istəyirəm mən sizə? İndi müəllimlərdə orada 2 forma var. İndi bu sizə aid deyil əslində. Sadəcə olaraq 36 saatın bir hissəsi akademik saatdır, digəri isə astronomik saatdır. Müəllimin maaşı orada akademik saatla ödənilir, çünki ştatlı işçidir müəllim. Yerdə qalan o digər astronomik saatlar isə bəli, rəhbər, yəni bildiyimiz direktor müəllimi iş yerində saxlaya bilər. Yəni buna hüququ çatır, yəni səlahiyyəti çatır. Amma yenə də bildirirəm ki, burada akademik saatlar audit olunmuş saatlardır, astronomik saatlar isə audit olunmayan saatlardır. Bunları çox zaman bizim namizədlər qarışdırırlar. Eyni zamanda rəhbər vəzifəli direktor müavini olan vəzifələrdə də bu suallar düşür. Eyni ilə sizdə olduğu kimi daha doğrusu. Daha sonra bir iş vaxtının sonuncu forması isə natamam formadır. Bu 3-cü forma sayılır. Yəni əmək müqaviləsi bağlanarkən əmək münasibətləri prosesində işçi ilə işə götürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı təyin edilə bilər. Yəni natamam iş günü, natamam iş həftəsi müəyyən edilir. Ya burada məsələ ondan ibarətdir ki, yəni necə olur bu? İşçinin səhhətidir, fizioloji vəziyyətidir, üzr istəyirəm, hamiləlik, əlillik və s. Yəni xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti ilə bağlı tibbi rəyə əsaslanacaq. Yəni tibbi rəy burada mütləqdir. Əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsi tələb edən işlər olur ki, burada da ki 14 yaşına çatmamış yaxud 18 yaşına dək əlilliyi müəyyən edilməmiş uşağı olan
qadınlara, daha sonra ərizələri ilə təbii ki, müraciət edilir işə götürənə. Natamam iş vaxtı müəyyən edilə bilər. Aydındır nə demək istəyirəm? Daha doğrusu belə olan hallarda dediyim kimi 14 yaşına çatmamış, daha sonra 18 yaşınadək 50 müəyyən edilmiş uşağı olan qadınlar burada edilməlidir. Edilə bilər yox, edilməlidir. Edilə bilər nə deməkdir? Edilməlidir nə deməkdir? Edilməlidir işə götürənin öhdəliyidir. Edə bilər. Həm eləyə bilər, həm etməyə bilər. Burada artıq işə götürənin, yəni rəhbər şəxsin verdiyi qərardan asılı olan bir haldır. Daha sonra bizə lazım olan bir maddə var ki, o da Əmək Məcəlləsinin 97-ci maddəsidir. Bu da gecə vaxtı yerinə yetirilən işin müddətidir. Bir qayda olaraq gecə vaxtı işlərin başlama saatı 22:00-dan səhər 06:00-a qədərdir. Burada da bir şey yadda saxlamaq lazımdır ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır, zərərli olan iş yerlərində, eyni zamanda xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı gecə vaxtına düşürsə, ən azı yarısı gecə vaxtına düşürsə, bu zaman iş vaxtının gecə yarısına düşən hissəsi 1 saat qısaldılır. Aydındır? Yəni bu kimi hallara diqqət etmək lazımdır. Bunlar imtahanda az hallarda rastımıza çıxan hallardır, amma eyni zamanda da bilməyimiz məsləhətdir bizim. Yəni bir şey də var ki, yadda saxlayan, gecə vaxtı yerinə yetirən işlərə cəlb edilməyən işçilər var ki, misal üçün əlilliyi olan işçilərdir, gecə vaxtı yəni işləyə bilməzlər. Yəni burada bilirsiniz, məsələ nədən ibarətdir? Gecə vaxtı yerinə yetirən işlər yalnız onların razılığı ilə, yəni razılıq ərizəsi alınandan sonra birbaşa işə buraxıla bilərlər. Yəni birbaşa rəhbər şəxs bunu eləməlisən yox, razılıq ərizəsi alınmalıdır. Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi onun alt səviyyəsində orqanın qurumunda rəyi nəzərə alınmaqla bu işlərə həmin işçilər cəlb edilə bilərlər. Hamilə, 14 yaşındakı uşağı olan, həmçinin 18 yaşındakı əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar da ki, 3 yaşındakı uşağını tək başına böyüdən kişilərdir. Gecə vaxtı yerinə yetirən işlərə yalnız onların bir qayda olaraq razılığı ilə, yəni yazılı şəkildə ərizəsi ilə cəlb edilə bilərlər. Yəni birbaşa işə götürən rəhbər tərəfindən gedib bunu eləməlisən deyə bir anlayış yoxdur. 99-cu maddəni bir qayda olaraq biz səthi keçə bilərik bunun üstünə, çünki imtahana az hallarda düşür. İş vaxtının belə deyim də artıq işdir bu. Yəni burada iş vaxtından artıq işləyəndə nə nəzərdə tutulur? Yəni əslində imtahana düşmür, sadəcə olaraq belə deyək də məlumat üçün bildirirəm sizə. İşə götürənin əmri, eyni zamanda qərarı ilə bu hal baş verir və ya işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. Yəni iş vaxtından artıq iş, yəni sənin 8 saatın var, ha günlük 8 saat, ondan artıq 1 saat, 2 saat artıq bu nəzərdə tutulur. Bu da ki, təbii fəlakətin, istehsal qəzasının, eyni zamanda digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, yəni necə deyim məsələn, malların itkisinin qarşısını almaq məqsədi ilə Əmək Məcəlləsi ilə belə deyim məsələn, müəyyən edilmiş qaydalara əsasən əməl olunmalı. Yəni sırf Əmək Məcəlləsinə əməl olunmalı. Yəni buradakı qayda qanunun yerinə yetirilməklə belə deyim, iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Amma digər hallarda isə bu qəti şəkildə qadağan edilir. Çünki əməyin istismarı bu zaman ortaya çıxır. 103-cü maddə var ki, burada da bizə lazım olan nədir? Bu 103-cü maddə istirahət və nahar fasiləsidir. Burada da imtahana ən çox düşən hissə 4-cü və 5-ci hissədir. 4-cü hissə bir qayda olaraq az öncə mən sizə 103-cü maddə misal çəkmişdim, yəni nahar fasiləsi ilə bağlı. Orada səhvliyə yol verdim. Mən 4-cü bənd yox, 5-ci bənddə. 4-cü bənd əslində bizə deyir ki, işçinin bir iş günü ilə növbəti iş günü arasında ən azı 12 saat fasilə olmalıdır. Yəni biz bilirik ki, 8 saat işləyən işçi tam işləkdə işləyir. Yəni əlavə 4 saat qalır 12-yə çatması üçün. Bu artıq 0.5 saat deməkdir. Yəni bir işçi, yəni əvəzçilik qaydası da ola bilər burada. 1.5 saata qədər işləyə bilər. Amma buradakı nahar fasiləsi isə Əmək Məcəlləsinin 103-cü maddəsinin 5-ci bəndindədir. Bu da bir qayda olaraq istirahət nahar fasiləsinin müddəti iş vaxtına bildirdiyim kimi daxil edilmir. İstirahət və nahar fasiləsinin işçi öz mülahizəsi ilə istədiyi formada istifadə edə bilər. Yəni istəsə nahar fasiləsinin müəssisənin daxilində, istəsə digər yerlərdə də
təşkil edə bilər. Bayram günlərdəki bunlar sadəcə olaraq 105-ci maddədədir. Sadəcə olaraq bunu belə deyim, dünya görüşü kimi suallarda verilə bilər. Səsvermə günüdür, ümumxalq hüzn günüdür, müsahibədə verilən bir sualdır. Ümumxalq hüzn günü nə vaxtdır? Bəzən bunu 27 sentyabrla qarşılaşdırırlar. Bir qayda olaraq yadda saxlayırıq ki, 27 sentyabr anım günüdür. Ümumxalq hüzn günü isə 20 yanvardır. Bunu yadda saxlayın. Yaxşı yoldaşlar. Daha sonra bizə lazım olan maddələrdən indi sizə burada indi 107-dir, 108, 109 saç olaraq oxuyursunuz, anlayışınız olsun. İmtahana az hallara düşür. Demək olar ki, düşmür bunlar. Bir dəfə, iki dəfə istifadə olunub ya istifadə olunmayıb. Amma vacib olan maddələrdən biri artıq başlayıb 110-cu maddədə işçilərin məzuniyyət hüququndan. İşçilərin məzuniyyət hüququ, yəni işçi vəzifəsindən, yəni tutduğu vəzifədən, peşədən, əmək şəraitindən, eyni zamanda əmək müqaviləsinin müddətindən asılı olmayaraq işçilərin əmək məzuniyyətindən istifadə etmək hüququna malikdirlər. Yəni ola bilər sən müddətli 6 aylıq işçisən, yəni 6 ay ərzində işləməlisən. Məsəl üçün mövsümi işlərdə çalışırsan da, bunun da bir qaydası var. İndi növbəti maddələrdə mən sizə izah edəcəm necə təyin edilir. Yəni mövsümi işlərdə çalışan işçi hər bir ayına görə 2 təqvim günündə onlara əmək məzuniyyəti hüququ verilir. Söz sonunda bu son haqq hesabda raşotnoy dediyimiz hissədə də hesablanıb verilə bilər və sair və ilaxır. Amma istənilən halda hər bir işçinin müqaviləsinin müddətindən asılı olmayaraq, əmək şəraitindən asılı olmayaraq, peşəsindən, vəzifəsindən asılı olmayaraq bir qayda olaraq onlara əmək məzuniyyəti verilməlidir. Məzuniyyətin istifadə zamanı işçilərin hüquqi təminatları da var ki, burada da ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi əmək məcəlləsinə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılmaq şərti ilə verilir. İşə götürən təşəbbüsü ilə əmək müqaviləsinin pozulması, işçinin intizam məsuliyyətinə cəlb edilməsi yol verilməz. Məsəl üçün, sən misal olaraq deyirəm də, məsuliyyət dövründəsən, sənin əmək müqavili bir tərəfli qaydada xitam verilə bilməz və yaxud da insan tənbihi verilə bilməz, çünki sən hal-hazırda məzuniyyətdəsən. Yəni bu müddət ərzində işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Yaxşı yoldaşlar, yəni elə hesab eləməyin ki, mənə 30 gün müddətində əmək məzuniyyəti verilib, bu mənim stajıma daxildir, yoxsa verilməyəcək, daxil edilməyəcək və s. Xeyr, daxil edilir. Aydındır, əmək müqaviləsində, eyni zamanda kollektiv müqavilələrdə də məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Tutulmalıdır demir. Tutula bilər deyir. Yəni tutula da bilər, tutulmaya da bilər. Bu da sənin əmək funksiyonunun necə yerinə yetirməyindən asılı olan haldır. Eyni zamanda bir şey yadda saxlayın. Yəni məzuniyyətdən danışırıqsa, məzuniyyətin bir qayda olaraq növləri də var ki, bu hansıdır? Əmək məzuniyyəti. Əmək məzuniyyəti nə deyim? Əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərdən ibarət olan məzuniyyət növüdür. Yəni sənin əsas məzuniyyətin misal olaraq deyirəm 30 gündürsə, əlavə məzuniyyət də sənə düşürsə, bu artıq toplam şəkildə əmək məzuniyyəti deməkdir. İndi əlavə məzuniyyət necə verilir? Yəni bunu da izah edəcəm sizə. Amma əsas məzuniyyət baza məzuniyyəti kimi yadda saxlayın. Yəni bu sənə verilməlidir. Yəni ən az da nə qədər olur? 21 gün olur. İndi sənin tutduğun vəzifədən, peşədən asılı olaraq bunun müddəti də dəyişə bilər. Daha sonra məzuniyyətin digər növü isə sosial məzuniyyətdir. Təhsilini davam etdirmək üçün təhsil məzuniyyəti var, elmi yaradıcılıq məzuniyyəti var. Yəni bu kimi hallarda işçi məzuniyyətlərə çıxa bilər. Bir də ödənişsiz məzuniyyət var ki, bundan da işçilərin istifadə etmək hüququ var. Bu da təbii ki, əsaslandırılmış qaydalara əsasən verilir. Əsas məzuniyyət və onun müddətləri haqqında danışaq. Bu əmək məcəlləsinin 114-cü maddəsində göstərilir. Bir qayda olaraq ödənişli əsas məzuniyyət 21 gündən az ola bilməz. Neçə gündən az ola bilməz? 21 gündən az ola bilməz. Bir şey də var ki, kənd təsərrüfatı məhsulları istehsalında çalışan işçilərdir, məhsul vəzifələrdə çalışan işçilərdir, elmi dərəcəsi olmayan elmi işçilərdir, təhsil müəssisələri metodistləridir, baş ustalardır, istehsalat təlimi ustalarıdır, pedaqoji iş aparmayan rəhbər işçilərdir, inzibati tədris heyətidir. Yəni bunlar da həftəlik, üzr istəyirəm, ümumilikdə 30 təqvim gününədək eyni zamanda digər işçilər də var ki, məsəl üçün laborantlar da bura aid edilə bilər, kitabxanası aid edilə bilər və kitabxana müdürü də aid edilə bilər. Bunlar bir qayda olaraq 30 təqvim günündə əmək məzuniyyətinin əsas forması, yəni əsas hissəsi 30 gün olmaqla çıxa bilərlər. Təbii ki, stajına görə onlara əlavə məzuniyyətlər verilə bilər. Amma əsas ən azı 30 təqvim günündə verilməlidir. Bir də az öncə bildirmişdim mən sizə mövsümi işçilərdir ki, onlar bir qayda olaraq 6 ay işləyirsə, məsəl üçün məktəbdəki ocaqçı işi, düzdürmü? Bu mövsümi işdə noyabrın 15-dən aprel
aprel ayının 15-nə qədər davam edir. Bu 6 ay iş dövründə hər ayına görə 2 təqvim günündə az olmayaraq onlara necə deyim mən sizə, əsas məzuniyyət təyin edilə bilər. Bir şey də yadda saxlayırıq ki, biz əmək şəraiti eyni zamanda əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri də var ki, məsələn, bu hansıdır? Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli, ağır, yəni bu kimi işlərdə çalışan işçilərə 6 təqvim günündən az olmayaraq onlara da əlavə məzuniyyətlər verilə bilər. Yəni burada 6 təqvim günü deyəndə burada qeyri-iş günlərdə, bayram günü, şənbə, bazar da bura daxildir ha. Yəni aydındır. Yəni sırf iş günləri 6 iş günündə əlavə məzuniyyət verir, belə deyil. Yəni 6 gün sənə məzuniyyət verir. Bunun içində şənbə, bazar da ola bilər, necə deyim, iş günü də ola bilər, yəni bayram günü də ola bilər. Yəni bunlar bura daxildir. Əmək stajına görə əlavə məzuniyyətlər də var ki, misal üçün bunu uzun-uzadı 116-cı maddədə necə deyim mən sizə, birdən necə deyim 3 bənddir də, yəni uzun-uzadı birdən axıra qədər oxumağa ehtiyac yoxdur. Sizə sonra yadda saxlamalı olduğunuz məsələlər var. Bu 5 ildən 10 ilə qədər 2 təqvim günündə, 10 ildən 15 ilə qədər 4 təqvim günündə, 15 ildən çoxdursa sənin stajın, bu zamanda sənə 6 təqvim günündə əlavə məzuniyyət verilə bilər. Amma bir qayda olaraq yadda saxla ki, Əmək Məcəlləsinin 118-ci maddəsidir, yəni pedaqoji işçilərə verilən məzuniyyət müddəti, daha sonra 119-cu maddədir, fizioloji quruluşdur. Eyni zamanda 120-ci maddədir ki, burada 120-ci maddə nədir? 120-ci maddə Azərbaycan Xalq Qarşısında xüsusi xidmətləri olan işçilərdir. Bunlara aid edilmir. Bir də 121-ci maddə var ki, teatr, tamaşa və bunlara uyğun digər müəssisələrdə çalışan işçilərin əmək məzuniyyətindən danışırıq burada. Bu işçilərə təbii ki, bu əlavə məzuniyyət, yəni staja görə əlavə məzuniyyətlər verilmir. 117-ci maddə haqqında danışmaq istəyirəm. 117-ci maddə uşaqlı qadınlara əlavə məzuniyyətlərdən danışır bizə. Burada nədir məsələ? Bax, burada diqqət eləməli olduğumuz məsələ budur ki, 14 yaşına qədər 2 uşağı olan xanımlarımıza, xanım işçilərimizə 2 təqvim günündə 14 yaşın keçməyən, baxın, 14 yaşın keçməməlidir o uşaq. Bu zamanda 3 uşağı varsa, bu zamanda 5 təqvim günündə əlavə məzuniyyət verilə bilər. Eyni zamanda 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara da 5 təqvim günündən az olmayaraq əlavə məzuniyyət verilə bilər. Ola bilər ki, belə deyim də, sənin övladının yaşı bu il deyək ki, tamam olur 14 yaşı və sən də necə deyim mən sizə, bu illəri bu hüququndan istifadə eləmək istəyirsən. Təbii ki, burada istifadə eləyə bilərsən. Yəni, nə demək istəyirəm mən sizə? Yəni, müəyyən qaydalara əsasında, müəyyən qaydalar nədir? Təbii ki, Əmək Məcəlləsindən söhbət gedir burada. Əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonuna qədər şamil edilir. Yəni, sən ola bilər ki, övladının 14 yaşı aprel ayında tamam olur, amma sən məzuniyyətə çıxırsan iyun ayında. Bir qayda olaraq, həmin təqvim ilinin sonuna qədər bu qüvvədədir. Demək istədim, yəni anlayırsınızmı? Məsəl üçün 2025-ci ilin deyək ki, aprel ayında sənin övladının birinin 14 yaşı tamam olur, aprel ayında. Sən də əmək məzuniyyətindən çıxırsan iyun ayında. Bu heç nəyə dəyişmir. Sənə yenə də, misal olaraq deyirəm də, əlavə, yəni 2 uşaqdırsa 14 yaşını keçməyən, birini 14-ü tamam edir apreldə. Bu zaman bəli, sənə ilin sonuna qədər bu qüvvədə də onsuz da. Sən iyun ayında da bu hüququndan istifadə eləyəcəksən. Yox, əgər 3 sənədirsə, eyni ilə 2 uşaqda olduğu kimi yenə də sən bu hüququndan istifadə eləmiş olursan. Amma bu hüquqdan 118, 119, 120, 121-ci maddələrdə göstərilən işçilərə şamil